Bölgə TV xəbər verir ki, 20 oktyabr Beynəlxalq Kulinariya Günü münasibəti ilə Tərtər rayonunda Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən 19-cu əsr İrəvan mətbəxi kitabının təqdimatı keçirilib. Layihə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilib. Tədbirdə alimlər, ictimai xadimlər, Milli Məclis üzvləri, Qərbi Azərbaycan icmasının nümayəndələri və peşə təhsil müəssisələrinin tələbələri olmaqla 240 nəfər iştirak edib. Əvvəlcə ümumi lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Daha sonra Mədəniyyət Mərkəzində təqdimat davam edib. Foyedə keçirilən etnokulinariya sərgisi qonaqlar tərəfindən maraqlı qarşılanıb. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında qeyd edib ki, bu kitab yalnız mətbəx nümunələrini deyil, həm də Qərbi Azərbaycan mədəni irsini yaşadır. Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov bildirib ki, əsər 1884-cü ildə İrəvanda doğulmuş usta Əliqulu Zeynalovun əlyazmaları əsasında hazırlanıb və 97 xörək, şirniyyat və içki növünü əhatə edir. Tədbirdə çıxış edən deputatlar və alimlər bu nəşri xalq yaddaşının və milli kimliyimizin bərpasının dəyərli töhfə kimi qiymətləndiriblər. Sonda kitabların imzalama mərasimi keçirilib, sərgi iştirakçıları sertifikatlarla təltif olunublar. Dilbər Vüqar qızı, Bölgə TV.